Bu cür dəbli, gözəl, şıq piramida formalı plastik çay paketlərini biz hara atırıq? Düzdür, zibil qutusuna. Təkcə bu da deyil. Bu paketlər isindikdə içkiyə plastik maddələr keçir və üstəlik təbiəti də çirkləndirir. Sintetik ətirli çaylar da həmin aqibəti paylaşır. Yer gəlmişkən, çox adam bilmir, amma belə çayların tərkibində tez-tez kif olur. Yəni aflotoksinlər və həmin o ətirlər orada. Bu kifin qoxusunun ört-basdır etmək üçündür. Amma əsl çay başqa şeydir. Sadəcə dadlı, rəngli su yox, tərkibində bizim üçün çox faydalı olan flavonoidlər var. O cümlədən məşhur antioksidantlar olan katekinlər, alkaloidlər, taninlər, amin turşuları, vitaminlər və mikroelementlər. Çayın tərkibində təbii dadverici əlavələr ola bilər. Məsələn, qurudulmuş giləmeyvə, meyvə parçaları, köklər, məsələn, zəncəfil kökü. Həmçinin çayın dadı ədviyyatlarla da tənzimlənə bilər. Məşhur Hind çayı masalada məhz bununla tanınır. Mənim ən sevdiyim çay isə yasəmənli yaşıl çaydır. Bəs siz hansı çayı sevirsiniz?